Əgər ailənizi itirmək istəmirsinizsə, əgər münasibətləri qoruyub saxlamaq istəyirsinizsə, nəyə diqqət yetirəcəksiniz? Bir-birinizlə nə cür danışırsınız? Bir diqqət yetirin. Əgər tənqid forması varsa, yəni hər sözünüzdə, hər kəlmənizdə ona bir irad bildirirsinizsə, gec-tez bu münasibətlərin soyumasına gətirib çıxaracaqdır. Burada möcüzəli bir şey yoxdur ki. Yəni hər dediyiniz bir kəlmədə sanki bir irad, bir tənqid var. Niyə belə elədin? Niyə onu elə qoydun? Niyə vaxtında çıxmırsan? Niyə belə olur? Sən necə belə eləyə bilərsən axı? Hər sözünüz bir tənqiddir. Hesab edin ki, həmin insan da çalışacaq, özünü ya müdafiə edəcək, ya da ki, uzaqlaşacaq. Hansından birini istəyirsiniz? Heç birini. Düzdürmü? Ona görə nitqinizdə, danışığınızda, ifadələrinizdə, nəzakətli formada bu ünsiyyəti qoruyub saxlasanız, bilin ki, hər zaman o şirin deyil, ilanı belə yuvadan çıxara bilər. Diqqət yetirin, nə cür danışırsınız, nə cür onunla ünsiyyət saxlayırsınız. Yalnız fikirlərinizdə, düşüncələrinizdə deyil, əməldə bu sevgini göstərin.